Mətndə bəhs olunan dövrə aid edilə bilməz. Xeyriyyəçilik yaşadılırdı, bəli. Elə Nigar xanımın fəaliyyəti nəticəsində biz bunun şahidi oluruq. Qadınlar təhsil alması ənənəvi deyildi, bəli, çünki Nigar xanım özü ilk təhsil almış qadın idi və digər qadınlara ilham olur. Müharibə insanların həyatına ciddi təsir edir, bəli, orada biz görürük ki, ə, Nigar xanım hospitalda yaralılara kömək edirdi, onların ailəsinə məktublar yazırdı və bundan başqa deyə bilərik ki, həyatını itirən hərbçilər var idi. Onların ailəsi üçün yardım, təqaüd tələb edirdi. Deməli, insanların həyatına təsir etmişdi. Maarifçilik ənənələri güclənməkdə idi. Bəli, bunu da biz Nigar xanımın fəaliyyəti nəticəsində görə bilirik ki, o təhsil alır və digər qadınlara da ilham olur. Həmçinin ümidli danışır, qeyd edir ki, gələcəkdə bütün qadınlarımız mənim kimi olacaq. Amma qadınların ictimai fəaliyyətinin qadağan olmasını biz görmürük. Çünki Nigar xanımın fəaliyyətinə hər hansı bir qadağan qoyulmasının şahidi olmuruq.